Solmaz. Bəli, Xavər xanım. Lale ilə danışdın. Danışdım. Nə deyir? Hüsnü. O da elə deyir ki, Ləmanın Toğruldan başqa sevdiyi adam olmayıb. O dedi, mən də inandım. Onu bil ki, Ləman kimi qızların hər zaman hamıdan gizlətdiyi sirləri olur. Görə, Lalə də susub için deməyib. Onda başqa şey fikirləşmək lazımdır da. Yox? Sən belə elə, sən anası ilə danış. Hər halda anasıdır da. Qızın hər şeyindən xəbəri var. Xavər xanım, düzünə qalsa, mənim özümün də Ləmandan xoşum gəlmir, bunu siz bilirsiniz. Amma adam üstündə Allah var da, Ləman sizin ağlınıza gələn o qızlardan deyil. Həm də yazıqlar bütün gün dərd eləyirlər, fikir eləyirlər ki, nişana pulu hardan tapsınlar. Qınamıram onları, neynəsinlər, əllərində ocularında yoxdur. Mən hərdə danışdım da, hər şeyi dedim. Anası fors elədi, özün yuxarıdan apardı. Dedi, hər şeyi özüm həll eləyəcəm. Qoy eləsin. Qoy özü bundan sonra hər şeyi həll eləsin. Heç nə qarşılayın. İfritəyə bax, elə bil iyi bilir. Yox, belə olmaz. Gərək bir şey fikirləşim. İfritə. Alo. Ha, xala. Səsin gəlsin, Ləman xanım. Hardasan, neynirsən, nə işlə məşğulsan? Heç nə. Maldiv adalarında dincəlirəm. Neyniyəcəm, evi yığışdırıram. Ay qız, ev yığışdırmaq vaxtıdır. Hə? Ağzınızı ayırıb oturmuşsunuz orada. Bir dədən başına vurub fikirləşir ki, neynəsin, o pulu hardan tapsın? Hə? O fikirləşsə ki, axırda bu işdən xeyir götürəcək, qaça-qaça gələr. Yox, Xavərgilin yanında biabır olmaq istəyirsiniz? Bilmirəm, mən də fikirləşməkdən dəli olmuşam. Bilmirəm, neyniyəcəyimi bilmirəm. Bilmirsən, biləndən də soruşmursan. Dur, gəl otur Xavərlə danış, gör nişanın getməyi necə istəyir ki, nə tər olsun. Xala çox şey istəməz ki. Məncə də istəməz. Ürəyini sıxma. Ölməmişəm ki, sən bunların yanında boynu bükük qalasan. Sağ ol da, bir dənə sənə fikirləşməkdən dəli olmuşdum. 2 dənə olsaydım öküzə qoşardınız. Xalan elə belə xalalardan deyil ha, sən fikir eləsən. Dur, az danış, dur gəl. Xavər səni gözləyir. Yaxşı, gəlirəm. Nə oldu? Kim idi qızım? Xala, Nə istəyirdi? heç nə, nişan məsələsinə görə narahat idim axı. Xala da zəng eləyib dedi ki, siz hazırlıq görməyə başlayın, mən də kömək eləyəcəm. Ne yaxşı. Çox sağ olsun. Allah razı olsun. Biz nişanı restoranda eləyəcəyik də, hə? Qızım, qurban olum. Mən də çox istəyərdim. Hər şey sənin ürəyincə olsun. Amma vəziyyətimiz göz qabağındadır da bala. Başa düşürəm. Qızım, nişanı evdə eləyərik. Hava yaxşı olsa lap həyətdə də eləyə bilərik. Xavər narazı qalmaz. Ay qızım, niyə narazı olur ki? O bizim vəziyyətimizi bilir də. Sən narahat olma, yaxşı? Ana, amma mütləq dekor şirkəti çağırmalıyıq. Yəni ki, evdəki əşyalar uyğun gəlmir. Həm Lalə ilə mən də qəşəng şirniyyatlar hazırlayarıq. Mən də sizə kömək eləyərəm, qızım. Tortama sifariş eləməliyik. Sən necə istəyirsən bala. Ləman, Lalə gəlin köçəndə heç mənə bu qədər təsir eləməmişdi. Çünki sən yanımdaydın. Səndən təskinlik tapırdım. İndi sən də gedirsən, mən lap tək qalacağım.
Ağlama. Mən tez-tez gələcəm sənin yanına. Söz verirəm, tez-tez gələcəm. Bu kim idi belə səhər tezdən? Bəli. Şahmar bəy, mənəm Fariz. Salam, hə Fariz. Şahmar bəy, yoldaşımla uşağım ünvana çatıblar. Dediyiniz adamlar da onları qarşılayıb. Elə xəstəxana yerləşdiriblər. Allah razı olsun, sizdən çox sağ olun. Elə zəh vurdum ki, xəbər verim, həm də soruşum görüm ki, yanınıza nə vaxt gəlim. Bilirəm, hiss olan borcumu ömür boyu ödəyə bilmərəm, heç olmasa sözümü tutum. Mən sənə özüm zəng eləyib deyəcəm, yaxşı? Vaxta çatanda özüm zəng eləyib deyəcəm, bax onda gəlib öz borcumu ödəyərsən. Yaxşı Şahmar müəllim, çox sağ olun. Sağ ol. Şahmar. Bağışla. Bir nəfər gəlib, səni gözləyir aşağıda. Sən imkan verməzdir bir stəkan çay içəsən. Vallahi mənim xəbərim olmayıb. Aytən qapını açıb, o da deyib aşağıda gözləyirəm. Bilmədin kimdir? Yox. Nə deyim? Gəlirəm özüm, gəlirəm. Sağ ol, çox sağ ol. Burnumuzdan gəldi, sən ölmə. Elə bir idarə müdürüyəm, nəyəməm. Bu kim? Danış görək nə məsələdir? Səhərin göz açılan kimi nə oldu? Özünü tülkülüyə qoyma. Elədiyin hərəkətdən heç utanırsan. Orada Nurlana söz verirsən ki, səni türmədən çıxardacağam, nə bilim Ləmandan barışdıracağam. Bu tərəfdən də onun sevdiyi qızı əmin oğlunun arasını düzəldirsən. Ayıb olsun. Elədiyin kişiliyə yaraşmaz. Hə, danışına fikir var. Bu nə tondur, bu nə sözlərdir mənə deyirsən, nəsən? Nə sözlərdir? Hər şeyi Nurlana deyəcəm. Qoy sənin də, Ləmanın da nə zibil olduğunuzu görsün. Nə olub Xavər xanım? Keyfsiz görünürsünüz, elə bil. Keyfsiz olaram da. Qızım gözümün qabağında şam kimi əriyir. Əlimdən də içinə gəlmir. İstəyirəm gedim otağına bir söhbət eləyim, başını qatım. Qapını örtüb heç kəs də qoymur. Ay, çox belə çıxılmaz vəziyyətdə qalmamışdım. Neyniyəcəm mən bilmirəm. Narahat olmayın, Xavər xanım. Nuray belə ağıllı baladır. Öz-özünə yaxşı olacaq, toparlanacaq. Əvvəlkindən də yaxşı olacaq. Görərsiniz, o iradəli qızdır. Hə, bilirəm. Tək. Xavər xanım, sizə başqa qəşəng xəbərlərim var. Ləman gəlir, zəng eləmişdim. Sən mənə ələ salırsan, Ləmanın gəlməyinə mən niyə sevinməliyəm ki? Allah eləməsin, ələ niyə salıram? Nişan məsələsini danışmağa gəlir də. Sizdə necə lazımdır belə bir-bir şərtlərinizi qoyursunuz qabağına. O da qırla-qırla qalır, heç nə eləyə bilmir. Öyrət görüm kimlə necə danışacağım, danış. Buyur. O nə sözdür, Xavər xanım? Yəni deyirəm ki, nə eləmək lazımdır, o planı deyirəm də sizə. Danış da danış, yaxşı, nə fikirləşmirsən? Deyirəm ki, Xavər xanım, Ana, Samir, ay bala. Sən yenə burada nə işin var, hə? Deməmişəm bu evə gəlmə. Deməmişəm Nurayın gözünə görünmə. Deməmişəm. Mən burada sizi əsəbləşdirmək üçün gəlməmişəm. Sadəcə Nurayın vəziyyətinə görə narahatam. Vəziyyətin necədir? Yaxşıdır?
Yaxşıdır, Allaha şükür. Otağındadır, dincəlir. Ana biraz danışsaq olar. Xavər xanım, özünüz bilirsiniz ki, Samirdən heç kimə bu günə qədər pislik dəyməyib. Gözünüzün qarşısında böyüyüb. Ondan heç kimə, heç Nuraya da bir ziyan gəlməz. Yaxşı da yaxşı, get danış. Sən də hər ürəyin üstəndə bu evə gələ bilməzsən. Səbəbini yaxşı bilirsən. Və 10 dəqiqə gəlirəm, danışarıq. Sən bilmirsən axı. O qız bu evə öz bacısına kömək eləməyə gəlmişdi. Amma nə kömək? Sən deməksinə bizimki bu bədbaxı öz qarmağına keçirtməyə gəlib. Bizimki də qoyun kimi vurulub ona. Nəyi var kim bilərdi ki, belə olacaq? Bax, sən öl deyirəm. Mən bunların nişan belə sevgili zad olmaqlarını ora elçi getdim ha. Bax, orada bildim. Sən öl, özüm ölüm. Bax, bu öz. Yox, bu qız Nurlandan bu yaxınlarda ayrılıb da. Bu 3-5 günün içində bunlar hansara sevgili oldular. Toğrul bunları nə vaxt elçi getdi? Görsən sən də mənə kimi saf təmiz adamsan. Hey, sən də inandın ha. Bax, Safıq ona görə belə şeyləri fikirləşə bilmirik. Amma bu qız İnanı da yuvasından çıxardar. Bax, Nurlanla nişanlı ola bu tərəfdən də Toğrulu yoldan çıxardır. Görsən, sənin ağlına gələr. Bəs Toğrulun xəbəri yoxdur bundan. Əlbəttə deməyəcək. Deyəcək ki, mən onunla nişanlıyam, səndən də burada salam mələk eləyirəm. Hay. Nəysə. Bu qədər qələtlər eləyən adam hər şey eləyər. Amma olan yazıq Nurlana oldu da. Türmədən çıxanda xəbər tutsa, gedib o qızı da öldürər. Elə özünü də öldürər. Öldürər deyirsən. Öldürər, əlbəttə ki, öldürər. Hansı kişi dözər belə qeyrət söhbətinə? Heç kim. Ona görə də sən öz dostunu zibilə salma. Qaqa, onu heç nə demə də, vəssalam. Zibilə salma deyəndə ki, mən necə mani olacam ona? Mani olacam yox. O adam demirsən, çıxıb görəndə belə bu söhbət qırğın düşəcək, onu öldürəcək, bunu öldürəcək. Demə də, heç nə demə. Sadəcə sus. Vəssalam. Bu içərdən çıxsın, indi bir tər pişiyimlə bir yolunu taparıq, həll eləyərik də, neyəyək? Yaxşı, düz deyirsən. Sən Allah, bayaq da sənin üstüə qışqırdım, üzrü say. Ağzıma gələn danışdım, artıq əski nəsə dedim sizdən canım, bağışla mənə. Məşəşin olmaz, canı sağ olsun. Kim olsa sənin yeri və 5 dəfə bundan artığını eləyər. İşte başımdan qaynar qazan tökdü. Canı sağ olsun. Sən ona görə heç kim heç nə demə. Yaxşı, qızı da görəndə Ləmanı. Elə bil ki, sizdən xəbərin yoxdur. Bir daş atda, bir daş üstə. Yaxşı, heç nə. Əvvəlki kimi nə münasibətdə idin, salam mələk, eləcə də davam elə. Özün də bir də ki, Nurlanın yanına tez-tez sənə nə var gedib gəlirsən. Getmə, bu aralar getmə. Bir də gedərsən, ağzından artıq əksik çıxar, yandırarsan. Demə, yaxşı, getmə. Düz deyirsiz, yaxşı. Heç onu mən gedim də, mağazada işlər var. Get, yorulmayasın. Uğur olsun. Taksi çağırım sənə, ha? Yox, tez özüm gedəcəm. Yaxşı. Sən qalmışam bu əlində. Toğrul bunların evini səndən çıxacam, Səni palçıq kimi ayaqlayardım bunu burada hemen. Evin içində üzümə tüpürməyə qaldı bir dənə. Eşitmədilər, heç kim eşitmədi. Bax belə bala. Get sağ-salamat get. O alçağın elə məhkəməsi olacaq. Hakim nə qədər cəza verəcək elə bilmirik. Onu edam eləmək də azdır. Diri-diri dərisiz soysalar heç uf da eləmərəm. Qurban olma Allaha, axır ki, haqq ədalət yerini tapdı. Salam. Salam. Təbrik edirəm, həmişə zadlıqda. Çox sağ ol Şahmat.
Çox sağ olun. Allah razı olsun. Cazı ver. Get. Ana, Nuray doğrudan yaxşıdır? Yoxsa mən pis olmayım deyə belə deyirsən? Vallahi bilmirəm ki, otağından çıxmır. Amma onun dərdinin tək dərmanı var. O da sənin sevgindir. İndi Xavər məni gözləyir. Gedib ondan danışacağım 5 dəqiqəlik. Get Nuray gör. Sözünü danış düş. Yox, yox. İndi getməliyəm. Sonra gələrəm. Ay Samir. Dedim ki, yox da ana. Samir, necəsən? Sağ ol, sən necəsən? Sağ ol. Hələlik, görüşərik. Görüşək. Nə olub? Nəsə olub? Heç nə. Geç içəri gəl. Nə olub, dalaşmısınız Samirlə? Yox. Niyə dalaşırıq ki? Nuraya görə pis olub. Yazıq balam fikir eləyir. Əlindən də bir şey gəlmir. Neynəsin? Neysə, bunlar düzələr. De görüm neynədin? Heç nə, neyniyim? Sən dedin ki, kömək eləyəcəksən. Mən də bura gələndə bir-iki dən mağazaya baxdım. Hər şey də çox bahadır. Yəni, sənin verdiyin pul çatmayacaq. Mən deyirəm ki, biz ikimiz gedib baxaq ən yaxşısı, çıxaq alış-verişdə. Sənin alverçi tanışların da çoxdur da, bəlkə endirmə eləyərlər, hə? Sən ən yaxşısı birinci Xavərlə danış. Gör o xanımın istəkləri nədir. Ondan sonra baxaraq çarəsinə. Çox adam çağırar ki, səncə? Amma Nurayın nişanında çox adam yox idi. Məncə buna da o qədər çağırmaz. Sənin ağlın Nuraya getməsin. Nurayın işi tez tələsik oldu. Ona görə ailələr arasında həll elədilər, getdi. Toğrul evin bir oğuldu, o boyda iş güc sahibidir. Elə belə nişan eləyəcəklər ona. Birinci toyda elə belə olub. Yəni, xanımı da bilirsən də, özünü göstərmək üçün ürəyə gedir. Biz onda gərək restoranda eləyək, çünki evə yerləşməyəcək. O da ki, 5-3 manatla düzələn deyil, çox pul lazımdır. Mən gedim Xavərə deyim gəlmisən. Ondan danışaq, sonra baxarıq. Yaxşı? Yaxşı. Nəsə olmaz. Bayaqdan bəh-bəhlə deyirdin ki, qəşəng fikirlərim var. Buyur, de fikirlərini, mən də işdim. Gəlib, əfi ilan. Şu mənlikdir. Sahində yazıb doldurmuşam, narahat olma. Mən qızla danışdım. Dedi ki, nişanı evlərində eləmək istəyirlər. Siz də razı olmayın. Deyin ki, ev nədir? Ən bahalı restoran deyin. Onsuz da pul tapa bilməyəcəklər, bir qəpikləri də yoxdur. Belə heç nə eləyə bilməyəcəklər. Sonra sən mən başa düşmürsən. Sən bir şeyə başa düş ki, o qız mən nə desəm onu da eləyəcək. Toğrulun gözünə girmək üçün hər şey eləyəcək. Başqa şey fikirləş. Mən də onu demək istəyirəm də. Bilirəm də o Toğrulun gözünə girmək üçün hər şey eləyəcək. Ona görə deyirəm ki, ən bahalı restoran deyil. Çünki Toğrula xoş gəlmək üçün, sizə xoş gəlmək üçün məcbur olacaq pul axtaracaq. Pulu da yoxdur axı. Neyniyəcək? Harama əl atacaq. Toğrul da bilsə ki, o haram pulla nişan eləyir. Onu bağışlayar. Solmaz bu nə deməkdir ki, başı sağ mənə görüm. Nə demək istəyirsən? İndi qulaq asın, görün mən nə deyirəm. Aha. Hay can, Necəsən? yaxşıyam, sən necəsən? Sağ ol, yaxşı olasan. Bibimlə danışdım, axşam yeməyə gedəcəyik. Əgər sənin də vaxtın varsa,
Var, əlbəttə var. Gedək. Lap yaxşı. Ondan sonra da ikimiz tək qalarıq. Yaxşı vaxt keçirərik. Yaxşı. Sən necə istəyirsənsə elə olsun. Onda səni evdən götürəcəm. Görüşərik. Hələlik. Hə. Nə deyirsiniz? Bu planı həyata keçirək? Bu pulun bəs eləyəcəyinə inanacaq. Xavər xanım, o qız ömür boyu o qədər pulu bir yerdə görməyib. Bu boyda evin bir aylıq bazarlığının pulu azdır məyər? O pulu tapmayacaq. Məcbur olacaq, məndən kömək istəyəcək. Mən də aparıb o pulu ona verəcəm. Düzdür, əvvəl razı olmayacaq, amma daha başqa yol olmadığı üçün məcbur olub götürəcək. Necədir? Yaman təcrübəlisən ha. Bəs necə? Siz bilmirsiniz, mən beləyəm. Hər ay sən də o pulun üstündən götürürsən. Heç sizdən gözləməzdim, Xavər xanım. Zarafat eləyirəm. Mən ölərəm, amma haram pula əl uzatmaram. Bilirəm, olmaz, bilirəm. Get qız çağır. Yaxşı. Nə gəzirsən? Muzeydəsən? Nə oldu? Danışa bildin? Danışdım. Get Xavər səni gözləyir, gör nə deyir. Da qorxuram. Qorxma, qorxu duası yazacağam sənə. Get. Qorxur. Heç qorxan Zibildə ölsən. Xala, Ləman gəlib, səsini eşitdim. Gəlib, nişan barədə danışmağa gəlib Xavərlə. De görüm, Nuray məsələsini neynədir? Hələ danışa bilməmişəm. Gözləyirəm Murad oyansın, sonra gedim danışım. Lalə, sən bu işi həll elə, xala səni başının üstündə gəzdirəcək. Yaxşı, narahat olma. Yaxşı, get. Olar. Gəl qızım, gəl. Otur. Necəsən? Yaxşıyam, çox sağ olun. Siz necəsiz? Xeyirdir, bir şey olmayıb. Pis bir şey olmayıb. Yox. Nə yaxşı gəlmisən? Biz anamla nişan hazırlığına başlamaq istəyirik. Lap yaxşı, lap yaxşı. Sevindim. Əlbəttə, başlamaq lazımdır. Amma adam sayını bilmirik nə qədər olacaq. Ona görə də fikirləşdim ki, elə ən yaxşısı sizdən soruşum. Evdəki hazırlığı da ona görə quraq. Ev? Bəli. Sizin üçün uyğun deyil ki? Sığışmarıq qızım. Sizin eviniz çox belə balacadır, evin içi balacadır. Bu soğuqda da cəmaatı həyətdə oturtmayacaq ki. Siz ən yaxşısı bir restoran danışın. Adam çox olacaq. İndi Toğrul hörmətli adamdır. İş yoldaşları gələcək, dostları gələcək. Əlbəttə ki. Özün də bilirsən ki, necə hörmətli adamıq. Bizim qonaqlarımız da özümüzə uyğun olmalıdır və olacaqdır. Onlar əslində adam az olacaqsa, balaca bir məkan danışmalı. Yox, adam az olacaq deyəndə ki, da indi mən siyahı tutmuşam burada. Hardasa bir 100 adam var.
100? Ya elə mən hamısını yazmamışam ha bura. 100 belə. İndi sizdən də kim gələcəksə onu da əlavə eləyərik bura. Sonra yeməkdə fikirləşmək lazımdır. Mən qonaqları yeməksiz göndərə bilmərəm evinə. Yaxşı deyil. Atlısanlı adamlar gələcək. Yemək də ki, ən azı 15 növ belə. İstəyəmək ya. İsti. Bax, orada olmalıdır mütləq surətdə asetrin, beluqa, qızıl balıq. Mütləq olmalıdır bunlar. Sonra içkilərin ən bahalısı, şirniyyat sifariş olunmalıdır ən yaxşı yerlərdən. Sonra tort 5 mərtəbə olmalıdır mütləq. Mən sən dedim də, adamlarımız da adımıza layiqdir. Gələn qonaqları gözəl, layiqincə qarşılamaq lazımdır. Düz deyirsiniz. Qızım, sən başqa nəsə fikirləşmirsən deyil, onu da qeyd eləyək. Yox, siz hər şey fikirləşmisiniz. Belə. Nə oldu? Məni qorxutma. De görüm nə oldu? Batdıq, biz batdıq. Nə oldu? Sən bunun istədiklərini eşitsəydin şoka düşərdin, Mən bunun istədiklərini qarşılamaq üçün ya gərək biznesmen olmalıyam, ya da böyrəyimi satmalıyam. Heç onda da qarşılaya bilmərəm. Niyə? Dilin lal olmuşdu, hə? Ayrı və xas bir şey kimi məni yeyirsən. Niyə cavabını qaytarmadın? Hı? Deydin, mən bankirəm, bank üstündə oturmuşam. Hardan alıram o qədər pul? Gərək deyirdin ki, elə yaxşı nişan eləmək istəyirsən, get özün elə. Necə deyim, Bax, mən bunu necə deyim? Elə. Nişanı biz eləməliyik. Yoxsa elə biləcək ki, mən pulgirlik eləyirəm. Düz deyirsən, elə desən, bütün planımız pozular. Mənə bax. Nə qədər borc verə bilirsən mənə? Ləman, sənin də yanında üzüm qara deyə. Vallahi sənə söz verdim ki, sənə pul verəcəm də. Hə. Amma bu ciyəri yanmış uşağımı elə işə saldı ki, bütün əlimdə, ucumda olanı verdim vəkilə balamı qurtarmaq üçün. Nə vəkiliyə, nə vəkili? Heç məhkəmə zadı olmayıb. Vəkil də Samirin dostudur da onsuz da. Nə dost ay qız? İndi dost var, dost sənin cibindir. Vallahi, nə var idi, köpüyünə qədər verdim ona ki, balam qutarsın. Yaxşı, mən necə eləyim indi? 3-5 manat pulum var, onu sənə verim də. Deyə görüm. Allah hələlik bundan idarə elə, sonra fikirləşərik. Necə yəni? Vallahi olanım odur da, neyniyim? Allah böyük deyə Allah bir yol açacaq. Sən zarafat eləyirsən? Amma mən bu ilə nişanın paltarını ala bilmərəm. O ki qaldı bu Xavər xanımın istədiklərini almaq, qarşılamaq. Xala gözünə qurban, sən fikir eləmə. Deyirəm də, Allah hər şeyi yoluna qoyacaq. Yox, çatmaz bu pul, çatmayacaq. Nəyə çatacaq? Bilirsən, Ləman, ağlıma bir şey gəlir. Hey, gəl onu eləyək. Nəyi? Bunlar hər ay mənə 6.000, 7.000, 8.000 evin xərcliyini, kommunalı pul verirlər ki, bazar qızalı, hamısını mən eləyirəm axı. O pulu sənə verirəm, düzəlir.
Ay yox, bir aya qaytarmaq var onu. Mən bir aya necə qoyum o pulu yerinə? Ay qoy sözümü axıra qədər çatdırım da. Biz nişanı yola veririk. Sonra nişandan sonra sən torundan az-az alırsan, qoyursan yerinə, nə dil bilir, nə ağız. Yox. Bu oğurluq sayılır. Mən bunu eləyə bilmərəm. Yox. Ay, Lazım yox. başın xarabdır sənin, nə oğurluq. Belə şey, bunu bilsələr birinci mənim boğazıma ip salarlar. Qorxulu şey olsa mən sənə demərəm ki bunu. Deyirəm ki, lazım deyil də. Lazım deyil. Toğrul bunu bilsə sonra heç mənim üzümə baxmaz. Ay axmaq. Xavərin dediyini eləməsək, o imkan verməz sən nişan eləsən. Toğrulun da başını dolduracaq, ikisi də sənin üzvə qayıdacaq. Düzəlməz, onda bu işlər əlbüz. Dedim yox da. Mən özüm halal yolla həll eləyəcəm. Ay qız, nə halal yox, halaldır da mən verirəm. Yox. Mən bir şey fikirləşəcəm. Fikirləş. Axmaq. Təpən üçün sən pul taparsan. Ölmüşdü elə kimsə. Axmaq Rızanın qızına pul versin. Ləman. Alə. Gedirsən? Hə, işim var, gedirəm. Nişan hazırlıqlarına başlamısınız. Sən hardan bilirsən? Kim deyil? Bayaq anamla danışırdım, o dedi. Hə, başlamışıq amma bilmirəm bu Xavər xanımı istədiklərini necə eləyəcəyik. Götür bunu. Hələ ki əlimdə bu qədərdir. Maaşımı alım, onu da verəcəm. Çox sağ ol. Amma bu pul heç onun istədiyi şirniyyatları almağa da çatmır. Sən ürəyini sıxma. Həll eləməyə çalışarıq. İnşallah. Çox sağ ol. Gedim mən. Hələlik. Hələlik. Nə oldu, qız pulu götürdü? Hələ ki yox. Amma narahat olmayın. Qaça-qaça gəlib götürəcək. Xavər xanım, vaxtınız varsa biraz danışa bilərik. Əlbəttə qızım. Otur. Siz mənə tapşırmışdınız ki, Nurayı tək qoymayım. Həmişə onun yanında olum. Əgər icazə verirsinizsə, olar gedək Nurayla biraz gəzək. Çoxdan da çölə çıxmır. Dəyişiklik olar onun üçün, biraz hava alar. Əlbəttə. Elə yaxşı olar ki. Amma çətin ki getsin. Siz narahat olmayın. Mən razı sala bilməsəm də Murad 100% öz bibisini razı salacaq. Çox sağ ol qızım. Çox sağ olun. Gedin. Restoranınız necədir, bəyəndiniz? Bəli, bəyəndim. Çox gözəldir. Bəs nişan neçə nəfərlik olacaq? Təxmini 120-130 aralığı belə. Mümkündürsə əgər qiymətlərdə biraz endirim eləmək olar. Bəli, əlbəttə. Buyurun, menyularımıza baxın. Edərik. Çox sağ olun, təşəkkür edirəm.
Hə, Lalə. Samir, sənə bir şey deyəcəm. Buyur, eşidirəm, deyil. Mən Nuray ilə Muradı parka aparacağam. Sən də gəl. Gəl biraz Nuray ilə danış, bəlkə qız özünə gələr də biraz da olsa. Amma bax, heç nə demə ya Nuraya, mən heç nə deməmişəm. Güya ki sən bizi təsadüfən gördün parkda. Yaxşı, Lalə. Çox sağ ol, görüşərik. Yaxşı. Sağ ol. Deyirəm, bəlkə TikTokda bir səhifə açın bu işlə bərabər. Bəlkə biraz pul qazandım, hə? Nə dağız? Nə olub? Yenə sifətindən zəhrimar yağır. Elə bil əziz xələf o İfritə xalanı incə ölüb aparıb bastırmışıq. Oturmuşsan burada, heç nədən də xəbərin yoxdur. Xavər nişanı 100 nəfər adam çağırır. Nə? Hə. Bu zatınız qırılsın sizin, ha. Oh. Getdim bir dənə restoranla danışdım, deyir ki 6000 xərci var. O boyda adamı restorana tökəndə elə olacaq da. Siz məni sahib, mənim sözümə qulaq assaydınız, indi əli cibində oturmuşdunuz. Yekə-yekə dediniz ki, yox, nişanını özümüz eləyəcəyik. Eləyin, eləyin görün nətər eləyirsiniz də. Böyüyün sözünə baxmayanda böyrə-böyrə qalarsınız, bax. Mən əgər bugün belə əziyyət çəkirəmsə, bunun bütün günahkarı sənsən. Sizin də elə ayağınız daşa dəyən kimi yapışırsınız mənim yaxamdan. Məni kimi atanın sözünə baxmadığınıza görə, bax belə zülüm çəkirsən. Mən nə dedim ki? Dedim ki, bizim o nişanı eləməyə pulumuz yoxdur. Bu saat qəpiyə güllə atıram, manata da qasmadın deyirəm. Canları çıxsın, getsin özləri eləsinlər də. Pullarını balta kəsmir. Bax, elə hər şey sən belə dediyin üçün olur da. Sənin ancaq bir məqsədin var, o da o ailədən pul qopartmaqdır. Vəssalam. Mən bilirsən niyə dedim ki, nişanı biz eləyək? Mən istəmədim Xavərgil desin ki, Rızanın qızı da özü kimi pul girdi. Ac gözdür. Mən istəmirəm o evdə boylu bükük olub. Ona görə dedim ki, nişanı biz özümüz eləyək. Məni də anlamaq yerinə heç olmasa bir şey fikirləş, heç olmasa bir şey elə. Qoy mən ömrümdə bir dəfə də olsun səndən fəxr eləyim də, nə olar? Getdin, oxşadın, oxşamışın, ha.